Canavarlar məsələn monoqamdır. Canavarlarda belə ancaq başçılar monoqam olur. Güclü cütlük monoqam olurlar. O birislərə belə deyək də başqa şeylər icazə verilir. Onlar da gücün göstəricidir ki, iki cütlük belə deyək də bir idarə eləyə bilir müəyyən bir canavar sürüsünü. O zaman belə deyək də monoqam olmaq bir bəyin güclü olmasıdır, öz nəfsinə sahib çıxmasıdır, eyni zamanda bir qadının güclü olub nəfsinə sahib çıxmasıdır. Bəli. Maraqlıdır. Yəni biz əgər nə dərəcədə iştahımıza qalib gələ bilsək, şəxsiyyət imtinadan başlayır. Sizin verilişinizdə mən bu sözü eşitmişdim bir dəfə, mənə doğrudan da çox mənalı gəlmişdi. Yəni şəxsiyyət nə vaxt başlayır inkişaf eləməyə? İmtina edə bilir öz zövqlərindən. İnsan nəfsini bastırmağı bacara bilən bir varlıqdır və bunu bacarırsa güclüdür. Bacarmırsa... O zaman bugün belə deyək də bir çoxumuz zəifləmişik, gücümüzü itirmişik. Çünki nəfsimiz qalib gəlir. Adi belə deyək də yeməkdə belə, geyimdə belə. Evin dolabı geyimlə doludur, amma gedirik yenə də geyim axtarırıq ki, yox bunu da bəyəndim, bunu da alım. İnsanlar var ki, çörək almağa pulları ayın sonuna güclə çatır, məvaciblərin güclə çatdırırlar, amma gedib kreditə geyim alırlar. Halbuki bir köynək, bir belə deyək, donla da gəzə bilərlər. Yəni əslində ehtiyacları olmayan bir şeyə Bəli. Çoxlu işləyib pul qazanıb ödəyirlər, aylarla kredit ödəyirlər, özlərini əziyyətə çəkirlər və əslində belə deyək, fərqində olsalar görəcəklər ki, heç ona ehtiyacı da yoxdur bunun. Eyni şey münasibətlərdə də belədir. Əslində başqa qadına bəlkə də ehtiyac yoxdur. Sadəcə insanın doymaz təbiəti deyir ki, yenə. Yəni o dediyimiz kimi impuls gəlir və onu tətmin eləmək istəyir.